Biz doğrudan seçim edirik, yoxsa seçim etdiyimizi zənn edirik? Hər reklam, hər brend, hər alış bizi görünməz şəkildə dəyişdirir. Fərqinə varmadan zövqlərimizi, arzularımızı, hətta dünyaya baxışımızı formalaşdırır. Bəs aldığımız əşyalar həqiqətən ehtiyaclarımızı qarşılayır, yoxsa biz əşyanın özünü deyil, onun ifadə etdiyi statusu, imici və mənanı satın alırıq? Jean Baudrillard'ın İstehlak Cəmiyyəti kitabı məhz bu mövzulardan bəhs edir. Bu kitabı oxuduqca reklamlara, brendlərə, sosial mediaya, hətta öz seçimlərimizə belə fərqli gözlə baxmağa başlayırıq. Və əgər düşündürən kitabları sevirsinizsə, İstehlak Cəmiyyəti oxunmağa dəyər.